روز 20 تیر ماه کمپ 1 هستم، ارتفاع 6000 متر و اومدم برای همهوایی مسیر. ارتفاع 6600 متر زیر کمپ 2 هستم و دیواره های مسیر رو رد میکنم. زیر کمپ 2 که تو ارتفاع حدود 6700 متر اونجوری که میبینین نردبان و سیم بکسل مسیر کاملا مشخصه. شونه K2 ارتفاع 8000 متر. امروز 30 جولای که اومدیم اینجا و اگه هوا بده حدود یه 5-6 ساعتی استراحت خواهیم کرد و شبانه به طرف قله K2 حرکت خواهیم کرد. زیر قله K2 هستیم. امروز 31 جولای و حدودا بعد 1 ساعت دیگه خدا بخواد قله را صعود میکنیم.
صعود بدون اکسیژن خیلی کارو سنگین میکنه. امروز حدود 25 نفر صعود کردن که 2 نفر تو اینا بدون اکسیژن بوده. Salam arz edirəm tamam yoldaşlarımız, həmşəhrilərimiz və böyüklərimiz, əsatidin xidmətinə ki, bu günlərinə bizi də üzərimizdə pəzir olmuş. Salamdan sonra bu ki, bu günlərimə bəndəni bura, bu özümüz, ustadımız Ayı Zinəti bəndədən dəvət elədi ki, burada xidmətinizdə olun. Bu tür deyim, məndən sıxanıram, elə sizə fəqət bu tür ki, mənə icazə verir, burada dayanım. Bir xastı fərqimiz yoxdur. Və bunu gördülər ki, bu gün bu cələsəsi dərmordu bəqadır. Mən əvvəlcan deyəndə bir fikirləşdim, mənə bəqadan danışım. Sonra gördüm ki, mümkündür bir tərəfdən mənə də rəbti vardı bu bəqanın, bu kuhnəvərdinin bəqə ilə əcindir. Çünki orada adam çalışır ki, diri qalsın. Bəqanın bir mənisi də bu olabilir. Və gəldim bu internetdə, bu lüğətnaməyə baxdım, bəqanın mənisinə nədir? Mümkündür hamınız görmüsünüz, baxmısınız bəqiyə görə. Bunları gördüm. Lüğətnamə Deyxuda Əmid. Bəqanın mənisində yazıb da əbədiyyət, payəndəgi, zindəgi kərdən, zistən, mandəqari və çoxlu mənilərdə elə ondan mütəradif vardır. Bunun hamımız eləyə biləsiniz. Bir dənə sırçından dərmordu bəqa çoxlu mətləblər görəsiniz. Ya burada əsatid var, kəsdən danışqahda bunları tədris edirlər. Bəli, mən təsmin tutdum bu cəlləsədə şəxsi təcrübələrimdən deyəm. Çünki bunlar müstənəddir. Məndən heç kəsdə yoxdur da, öz şəxsi təcrübələrim. O bizlər sizə eləyə biləsiniz internetdə. Saxlayın, biraz yaxın olsun, işləşlər işlədir. Çox var işlər. Kitabda, məcəllədə, dedim, internetdə oxuyasınız. Bunlar mənim təcrübatı şəxsimdir ki, sizinlə bahəm iştiraka qoyacağam. İcazə istəyirəm, əvvəl özümü mərif edəm. Mümkündür, burada dostlarımız, əzizlərimiz bir qismət tanımaya, kuhnəvərdi və mümkündür bu şəhridə, bu məmləkətdə Əzim Qeyçisazı kuhnəvərdi tanıyırlar. Mən də Əzimi Qeyçisaz, mütəvəllidi Təbriz, əsalətən Təbrizliyəm və 1364-ün mütəvəllid olmuşam. Təbrizlər ki, əsl Təbrizlilər şöhrətləri öz şoğluları ilə biri idi. Və biz də onlardan ayrı dəyirik. Mənim dədə-baba işim qeyçisazlıqdır. Burada üstə quşa düşən dəmirçiliklər gördüm. Bizim işimiz oldu, dəmirçilikdir. Mən özüm hududu 7 il qeyçisazlıq eləmişəm. Qardaşlarım, ağam da ki, nə də bu işlərdə, bazarda, bu üst örtülü bazarda ki, nə də qeyçisazdılar. Və bu iki kuhnəvərdi Kuhnəvərdin mənasında çox adam bu cür deyir. Hünəri zindəmandan da şəraiti səxt. Ki, mümkündür hər təşbətərsiz, hətta bu Eynalıdan tutdu ta bu cür deyim 8848 metr Everestin irtifasıdır. Orada bunları təcrübə eləmək olur. Ki, bu çətin şəraitdə biz nəcür diri qalaq və hədəfimiz ki vardı, ona yetişək. Bu tür deyim, bəqanı mümkündür bir adamlar
çalışmaq, diri qalmaqda tərifləyər. Bu bir qisməti borcudur. Bəli, mənim nəzərimdə bizim şəraitimiz bizə də ondan yaxşı tərifdir. Biz şəraitimiz, əmniyyətimiz var, bunlar var. Bir ayrı mənzərədən tərifdir. Mənim çox misallarım Köhnəvərdidən olacaqdır. Bu 8000 qullələr ki vardı, dünya səthində 14 danadır və bunların 7-si məmləkəti Nepaldadır, 5-i Pakistan'da və 2-si Təbbətdə, Çindədir. Bunlar çox əhəmiyyətli bir zatdır dünyada və bunların üstündə çoxlu adamlar canlarını əldən verib, taliyə bilsinə suud edəsinlər. Necə ki, bu cür deməliyəm, Everest qulləsinin məhəllə adı Çumulungma. Bir dana Nepal addır ki, və vaqiyyətə Gərək bu adı olar. Bəli, bu qullənin adını gəliblər Everest. Çox gözəl, yaxşı. Bəli, bu ad bir daha İngilistandan addır. Əvvəl Məssah ki gəldi, buranı Məssahilləri dedi, bu Boləntərin qulluğu cahandır və öz adlarını qoydular orada. Həman ki, nədə qeydir Bərqiyə. Öz adlarını orada təsbit elədilər. Və çalışdılar ki, əvvəlin adam olsunlar ki, bu qullarını suud edirlər. Təqribən Edmond Hillary, New Zealand, bunlar da İngilislidirlər. Və eləyə bilirlər, əvvəlin suud bu qulların öz adlarını təsbit, səbt edəsinlər. Bundan sonra bu 14 dana qullarını o birisi məmləkətlər gəldi, istədilər ki, onlar da desinlər ki, biz də varıq bu dünyada. Qullayı Çeydo ki, əksini gördünüz, filmini gördünüz. Bu qullarını İtalyalılar çalışdı falan, əvvəlin fəthini öz adına verdi. Qullayı Makalu, burada müxtəlif adlar var, 14 dana qullarını. Qullayı Makalu mərifdir və Kuhu Fəransəviha. Qullayı Almanlılar Qullayı Nanqapar üstündə fəaliyyət elədilər. Taliyə bizimə əvvəlin fəthin qırsından öz adlarını. Və bu arada bir dana qullə qalmışdı, qullə şiş aparmaq, kəm irtifadlərin qullə və bu qullə işvəri Çində var oldu. Çində özünə görə bir əbəl qüdrətdir o zaman. Çində görə bu qafildən çox dağlı qalıblar, mərzilərini bağladılar. Deyilə istirahətlərdən öz dağımızı, özümüz səhv edək öz adımızı. Fəqət bu ad qalsın, cümlə qeytərən Bərqiyə. Və bizim bir ustadımız var idi, bu deyərdi ki, vərziş zəngi zamanı solğudur. Ki, eləyə bilər pərçəmləri bərəfli ağaçda saxlasın, baqi saxlasın ki, dünyada sözləri olsun demək. Dediyim kimi, bu ərsədə çoxlu zəhmətlər çəkilir, dünya səthində ta desinlər ki, bu qullər biz əvvəlin fatih edirik. Bu arada da gəldilər, bunlar qutulandan sonra bir adamlar 14 dana qullar üstündə fəaliyyət eləşir. Bu günlərimə 37 nəfər var ki, bu qullələri suud edib və bu beynidə 17 nəfər bu qullələri beton istifadə, şəxsəli oksijen və oksijeni məsnəvi suud edib ki, bizim də bu iftixarımız var ki, nümayəndələr, siz əzizlərimiz bombanı nəfəri hiqdəhun dünya səthində bu iftixarı məmləkətimizə qazanaq və dərbeyin o məmləkətlər deyək ki, biz də varıq. Bu bir dana müxtəsər tozihidi dərmanında Köhnəvərdi və bu ki, ərzişi cahaniyə bu suudda nəcr olubdur. Ərziş tapıb və bu qədər adam bu suudların dalısıcan gedir. Və onlar da şəxsi gedir, mümkün bir-iki qullərin suuduna, içinə də həman öz içərilərin ağırlatından ötür və o ki, bir yerdə səbt edir ki, bu sətirlikləri çəkəndən sonra mümkündür Everest mərufdur irtifasına görə ki, öz adını saqqalar eləsin. Bir dənə də çox cüz'iyyatı var, olacaq öz şəxsi bioqrafımdan deyək. Bu cələsələrin qabaqcan ayın siyabanında soruşdum, gördüm ki, çox müxatəbi cavanlar ki, gəlir, oturur bu cələsədə.
Dediyim kimi, məndə də salı 74-dən dükanımızda işləyərdim, çox hamılar mümkün də çox adam yerdə işdən çox qaçardı. Bəli, dükanımızda işləmişəm, qeydici-sazlıq bazarda və saman meydanında. Mənim bir dostum var, Ali Rəhimliyini, deyər ki, mən sənə bir roman yazacağam. Saman meydanı ta Hərazı Qulluya ev eləsin ki, nəcür bu məsəl teyli olurdu. Saat 74-dən mən bir miqdar dağa getmişəm, dərsəkdə sünnəti və ondan sonra o dükan dövrlərində yoldaşlarım ki var idi, düz getmişəm çərx sürməyə, Doçarxey Kuhistan və Doçarxey Kuhistanı mən mədyunam. O yoldaşlarımız ki, bu yolda çalışardılar, bunlar demək müşəvviq olublar mənə və onlara baxmaqla mən də eləyə bilmişəm, biz əl özüm inanan bir pillə gələnmişdir. Ta 74-dən ta 78-9-dan çəxdə çalışmışam və bunu çox mühüm bilirəm yaşamağımda. Bir işləmağım ki, dükanda işləmişəm və bir də bu məhsil işi gəlmişəm. O zaman mümkündür hədəfmənd olmayaydı. Bəli, gündə biz hududu 100-120 kilometr bu İspirən yolunda, xəlvət zətlərdə gedərdə çərx sürərdik. Mümkün o zaman bilmirdik. Bəli, bu umidi bu ki, bir rah qorizi tapaq, bir qaçaq yol tapaq, eləyə bilək. Bu umidi yaxşı yaşamaq. Bu umidi bu ki, bizim də adımız bu cəvanların arasında bir pillə gələ bilir. Ta gəldi saat 79-80-da saat 80-da mən gördüm, mən çox əhli, rəqabət dəyəlim. Söyləyəm dostlarımla ki, fəaliyyət eləmişəm. Bəli, söyləyəm bunlarla rəqabət edəyəm. Dağa da gedərdim və üz getdim yavaş-yavaş dağa. Getdim ordulara. Ordularda əvvəli var ki, getdim orduya. Şirkət elədi, Fəraqan varardı federasiyonu zaman. Məsələn, o zaman dedilər ki, tim aparacaq Qaşer duruma. Biz də getdik, 120 nəfər adam gəlmişdi. Biz də Şəhristandan getmişik, bu cür kimi özdürümüz, tör-törkündü bir adam. Hərbə sahilimiz Tanakuradan almışıq. Vaqiyyətlərdə ki, zamlısını görmüşük. Və istiriq gedək, tim milli səthində fəaliyyət edilir. Biz getdik Tehrana, maşından düşdük, Şirudiyə tərəf, onda federasiyonumuz oradaydı. Gördüm, mən 120 nəfər gəlibdi səbtinamı. 120 nəfərin içində siz görün, yetişdərsək qədər sənin şansın intiqab olmaq. Qalsın ki, onlar hamısı şəraiti mali, şəraiti, imkanatı yaxçı. Dedim ki, biz də Tanakora kapşiyinlə, şalvarla, başmaqla getmişik, hələ dayanmış orada. Ordu başladı, bunu mən oxumuşam, çox adamlar oxuyurdu. Dərmorida IQ və EQ. IQ ki, hamı bilir və EQ da mənası huş həyəcanıdır. Hamımız bilirsiniz, müvəffəqiyyətlərdə bütün ki, yazırlar, 15% IQ dəxildir, 85% EQ. EQ dəlalət edir ki, huş həyəcanı, həttmən bu müharib çox cəlib idi, mən oxumuşum, sizə də işnahad edirəm oxuyasın. Ki, şəraiti pişliyini eləyə biləsin əmənədir. Mən vardı oldum orduya və bunu deyir ki, IQ irsi sizə yetişir ata-anadan, bəli, IQ iqtisabıdır, eləmək olar kəsb eləmək və təqviyyət eləmək bu müharidir. Mən mütəqqidən deyəm ki, məhdudla işləməyə, IQ-ni saman meydanından kəsb eləmək olar, minibusla müsafirətə getməklə. Sizi eləyə bilərsiniz, bir tur alasınız, müsafirətə gedərsiniz, heç zaten baş tapdısınız. Bəli, bir də eləyə bilərsiniz, hitchhiking deyilən cədədadı ya ondan sonra backpacker, düşəsiz minibusla, saman meydanında dəmirçi ilə, çörəkçi ilə, mirəti ilə, hamballa, bulanla baş-başa qoşarsınız, bunlardan IQ kəsb eləmək olar. İndi işarə edəcəm nəmalidə. Orduda biz getdik, gördük ki, mən heç şansım yoxdur bunların içində. Mən ordudan çıxam ta
arzumuz da oldu ki, bir dana Həşizar soğudu edək. İrandan çıxara verişik. Mən gəldim, məsələn, biz onda bölərdilər, 120 nəfəli 6 tim eləyərdilər, hərəsinə bir mürəbbə bölərdilər. Mən gördüm, hələ bunların içindən intixab et, biz səy eləyəcək, həsf olmayaq bunların içində, nədir? Mən gələrdim, görərdim, bunların nüqatı zəfi mürəbbilərdən istifadə eləyərdim. Görərdim, o mürəbbi ki, çox qudrətli adamdılar. Bu cür qudrət adamın çox fənli işdən nə başda var, nə xoş gəlir. Bunun qabağını gəlir, fənli iş görürsən, onun acığına gəlir. Çünki nüqatı zəfidir da. Bəli mürəbbilər var, çox nəhif, zəif adam idi. Bəli fənlisi yuxarıdır. Bunun da qudrətli işdən acığı gələrdi. Mən bunları görərdim ki, hələ bunlardan həzf olmayan. Bəzi mürəbbimiz vardı, bu cür öz dilimiz, daşməşdə adam idi. Nə fənlidən baş tapardı, nə qudrətli. Bunları biz gələrdik, nəfərə tökülərdilər, qalardı 20 nəfər. Bəli, indi bu 20 nəfərin içində eləyə biləsən, ərzəndam eləyəsən, ta çıxasan bunların içində. Ondan sonra da ki, özümüzə iti binamız var idi. Çünki burada o şərait görərdim və bu əngizi olardı ki, gələk çox fəaliyyət eləyək. Biz gələrdik, burada təmrini çoxaldardıq. Təmrini çoxaldardıq, 100 kilometr edərdik, 120 edərdik, 150 kilometr da bundan yenə daha təvanı bədəni istəyirdi. Gedərdik bir orada, vaqəən bütürdüyüm, heç kəs eləyənməzdir biz məncə qavət eləsin. Çünki gəlmişik 20 nəfərin içində görüşürük. Və mürəbbilər toğlamaqdan da qutulmuş, indi də qudrətli fəaliyyət. Bu mövriddə də gələrdik, indi siz bu məsələ rəbti verirsiniz, hər zat eləyə bilərsiniz, rəbti verirsiniz. Görürüz nə qədər mühümdür. Gələrdik 20 nəfərin içində, görərdik yaxşı, indi təqribən hamımızın səthimiz birdir. Qəşəng o il yadımdadır. Beləyin ki, mürəbbi adları fəqət görür, heç birini tanımır. Bir dana gələ şaxıs olar ki, onun məzində qalır. Əzim bu işi görürdür. Onda niyazı xət versin, deyər ki, bu işi görürdür, hələ qoy xət verməyək, saxlayaq. Onda mən gəldim, getdim Səbəlanda, qışda bir dana Məsir Suud elədim, Yaxcalı Şimalıda. Ki, o iləcəm Suud olmamışdı. Və o bahis oldu mənim bərcivələmdən idi, obislərə nisbət. Və bu bir moralidir, bir də axırda gəlir istiqamət və dəvam üstünə. Bunları mənə bu ordular öyrənmişdir. Görərdim də hamımızın səthimiz birdir. Fəqət gələ, misalən, o illər bir nəfər qayib olsaydı, həsb olardı. Və çünki bunları mən bir il geçmişdim, görərdim. Biri danışqaqdan mürəxəs alanmazdı, biri maşın pəncəri olub yetişənməzdi. Bir iddə adamlar da bir cür həsb olardı, qəşəng yadımdadır. Saat 82-də 120 nəfərdən 2 nəfər aparacaqda biri mən idim olan ki, mən eləyə bildim, gedən bu bərnamı. Bu illər rədd oldu. Mən büzür deyim ki, mümkün də hamımız Məhəmməd Oğur adını eşitmişdir. O bərnamə əvvəl idi ki, mən əyamı İrandan qoydum eşiyə. Mütəəssifanə o hadisə bahis oldu, suud eləyənmədir. Bəli, əvvəlin 8000 ki, suud elədim. Suudi Qulu Everesti 2 saat 84-də başladı. Gedib suud elədik və ondan sonra bunu işarə edeyim, yazmışdım. Bu da çox cəlib idi. Mənim özümə və bunlardan həmən o mənim EQ mövridindəki söhbət eləm, o təqviyyət olubdur. Buradan bücür deməyim, kasıb uşağıdır. Bəli, sünnət xan vardı, uşağı pul vermədilər. Çox da razıyam ki, nə də cilvədə pul verəcəm. Biz getirik, bizim hacıda bücür deyim, nə deyərdi ki, get bu işində alsın, nə deyərdi, getmə. Təbii indi bizə cavan da özü söyürsən, bunlar cahlı fərhəngidir. Söyürsən, işlə, işi öyrəş, pul qazan, söyümsən də bizə rəbb yox. Bizdəki rəbb yox idi işləməğa, xidmət bir tərəfdən, iş bir tərəfdən hər zaman. Çox azlarla geçinərdim ki, mən eləyə biləm bu orduları gedən. Cürdə deyim,
Nəinki hədəf mən bir zat arzudan gedən. Fəqət fikir edirdim və ki, bu mənim nəcat yolumdur. Orduya çağırardılar, çox uzan sözü deyil, bu Salih 81-2-nin sözüdür. Çağırıblar misalən, saat 5-də Pəncəmbər günü meydanın həftə tirdə olur Tehran'da, ta ordu başlayacaq. Mən fikirləşərdim, pul yoxdur, müsafiqana hotelə gedəsən. Kuldur mənim cibim pulu 6000 tümən idi. Qəşəng yadımda bu əqəllən 20 seyirçilər olubdur. Bir dənə buradan küçəydi, bizə də pənir alardıq, pula poştumuzu bağlayıb gedərdik. Yoldaşım vardı, ay bəyanı ondan bağlı. O da lüləçeş idi, qaz lüləçeş döyəliyərdi, şahidi. Gedərdik orduya, gecə, çünki səhər süt mən haradan yetişəcəm, nahar sonra çıxardıq, gecə yetişərdik, saat 11-də. Federasyonumuzda Şirudu yaxın idi həftətirə. Gedərdik, kula poştumuzu uyardıq altınıza, gecə səhərdən yatardıq xiyavanda. Ki, səhər olsun, orduya gedək. Çünki qayıb olsaydı həsb olacaqdıq. Həman ordu. Getmişdi də istiqamət üstünə, dəvam üstünə ki. Ya Şirudun həyətində, yayda, qışda çadır vurardıq, həyətdə yatardıq ki, səhər olsun. Yəni, bizim 2500 otobus gedərdik, 2500 qeydərdik, bu İran peymanı. 1000 tümən cibimizin pulu idi. Bu olmasaydı, yəni bir ittifaq vəsətdə düşsəydi, da biz düşsədə qalmışıq. Heç də yox idi. İçəridə xətti vaxtından gedərdik, az olanda, qəşəng yadında. Əlbəttə bu tənzim eləmişdik, qeyd başınca idi. Bir də olsa yoldalardıq, bir bəstə lavır. Onu da yiyərdik. Şarımız yatardı. Çox vaxt mən burada gəlmişdim, Urumiya maşınlarını deyib, mələtdə düşmüşdüm. Öyle yapmışdım. Bu bizim... Bu bizim sərgüzəştimiz idi ki, qəşəng yadımda saat 84-də gedirik axır ordunamızı, bilirik, intiqabda olmuşuq. Oturmuşuq xiyavanda səhər olsun, qorxuq elələr tutarlar biləmiz. Məsələn, milli bucuq gecə üyləmə iftixar qazanır, oturmuşuq xiyavanda. Gizlənirik, polis da gələn bəlkə tutarlar, apararlar bu xiyavanda. Və bunlar vaqən əngizə olurdu ki, mümkünü biri bunu əziyyət edir. Bu məvad. Bəli, mən bunlardan əngizə tapmışdım ki, mən bu çətinlikləri dözəcəm, bu evresdə gedəcəkdir. Və burada bu təmrinatda bir daha mövzuya mən yetişmişdim. Bir də görərdim ki, gedirik istidir. Bugün naharçanı nə isti olur? 40 dərəcə bağlarsa istidir. Dükanda işləyərdik, 2 saat var səhətimiz olardı çıxaq. Dükanda özgür çıxarlar, qərdəşimin dükkanı idi. Bəli, müdür deyim, şuxluğumuz yox idi. İş vaxtı işləyəcəkdik. Sən 2-dən 4-də hara gəlsən ki? 2-dən 4-də gedərdik, İspirana qeydərdik. İspiran bu ətraf təbizə kətdir, ya Nəhəndə gedib qeydərdik. Və bu getmək-qeydməklərdə mən buna yetişmişdim ki, və dağ bu təmrinlərdə. Bədən bir dana, indiyəcəm bunu misal verim, bir dana maşındır, maşın sürür. Buradan sürürsün, nə qədər sürürsün. Aya maşın yorular, yox, ranəndə yorurlar. Hamı dəstgahlar bücürdür. Ta zamanı ki, o məğz dəstur verir, gərək bu maşın işləyir. Vaqən də bizim bədənimiz daha dəstgahdır. Ta zamanı ki, məğz dəstur verir, bu bədən gərək işləyir. Bu adamlar ki, doping eləyərlər, vərzişlərdə. Bir qisməti beçənar, bir qisməti məğzi dəstgah eləyirlər ki, astanəyə yorulmağı bir vaxt dəstur versin. Eləmək olar bunu da təmzinlə elə gətirəsən ki, yorulmağın astanəsini tədbiz gedərdik da, səhəndədə 14, 15, 18 saat yol gedərdik. Qeydərdik Liqvanatca qalanda, məsələn, bu cürdüm, onlar ki, dağıtılıq edibdir. Liqvandan gedərdik cama, qeydərdik gələrdik şimdidən. Liqvanat yatırıq, aslında məsələn, gecə saat 11-dir. Mümkün də heç vaxt qeydməmişdim və bəzən də qeydmişdim bir qismə. Öz zehnimdə mürur eləyərdim ki, aya eləyə biləsən, cinədə qeydəsən nəsi, yorulmusan. Bizə özümdən kələmizə gedərdim, bəli bizə əsrə deyərdim ki,
Biz elə yorulmuşam, sürətim azalar. Bəlkə nə də eləyə biləm, 10 saat təhəmmül eləyəm bu şərait ki, cinə də yastı gedim. Və heç vaxt da qeyd etməmişim. Və bu təmrini fikri çox mühümdir ki, özündə ona yetişdən ki, eləyə biləsən bunu, cinə də tikşər eləyəsən. Ayrılıq da bütürdür. Ta bədən təsmin tutmusan, bəzən ehtisabı qəza edir, çox cavabdır. Bir dənəcən 30 gün ehtisab edib, qəza edib. Biz 3 gün, 4 gün də yeməsiq, hiss olmaz. Və mən bunlardan qeydib gəlib dağda istifadə eləmişim. Bu suuddanın çoxu beduni şerpa, beduni oksijen. Bu dəqiqən hamı deyər, mənim çox bədənim mütəfavit deyil. Fəqət istəmişəm bu qəziyyə olubdur, beduni oksijen. Ya beduni şerpa. Mən deyərəm ki, mən 20 kilo yerinə burada dağ bərnaməsi qoyanda əvvəl cüzə şəbabından şişlər götürərlər, sonra bərnamə tökərlər. Bu vaqiyyətdir. Mən dağda bir dənəsin demişəm, yox, yüküm yüngül olsun. Təbiidir, yük yüngül olanda sənin sürətin çox olacaqdır. 3 gün mən biskvitlə geçimdən, şokoladla, sudakı var da qara edəcək. Bu şəraitlə geçimdən və işimdən nəticə alır. Və bu suudlarda bir daha da morid vardı ki, dünya səthində rekorddur və mən bundan məşə iftixar edirəm. Çünki beysidən hər zadı səyləmişəm özüm zəhmətlə gətirəm və çox cavablıqdır. Nə bilə sizin əlinizə zəhmətlə gəlir, onun ləzzəti çoxdur. Hər moriddə fikir edir. Çox zəhmət çəkib dərs oxumusunuz, onun ləzzəti çoxdur. Həmişə ona iftixar edirsiniz. Çox da müvazib olasınız bir zada. O zat ki, müştələ gəlir, heç kəs onun qədrini bilməz. Hamımızda da niyaz dəyər çox cüziyyət edirəm. Hamımız öz ustadsız müvariddə bilirsiniz nədir. Və bu illərdə işarə edeyim ki, bir də buna ki, bu bir daha da mən cavabdır. Yoldaşlarımız ki, mənə bu cələsindən müəllifi aşinalıq verirlər. Deyirlər ki, bu cələsədə sual-cavab da olur. Mən xahişim, sizdən xahiş edirəm ki, sualınız olsa, hər zaman mən xidmətinizə varam, cavab da verim. Ki, bu cələsə heç tərəfi olmasın ki, mən fərq burada söhbət edim. Salı 84 oldu, mən Everest'i suud elədim, gəldim, bir müddət, 2 il zaten. Bu 2 ildə o məhsir ki, teyyiyesi çox cavablıqdır. Mənim özümə mümkündür, kitablarda da yenə də oxumursuz, yaşamaq əngizəsiz çox soyuq bir yaşamaq olur. Yəni, hədəfmənd olmayanda, indi mən vay-vaya düşmüşəm ki, yaxşı bu dağlar qutuldu, cinə, mən neyim? Bəli zamanı ki, hədəfmənd olur, yatmaq, durmaq, yemək, içmək, hər zat ləzzət bəxşidir. Çünki hamısı vəsd olur, bir yerə ki, sizə buna yetişən. Ona görə bunların yetişməsində bu qozlara zindəcanlıqda cavab pişamətlər gəlir və adam bəzi adın ərzişini bilir. Mən salı 84-də ki, getdim, Everest'ə getdim, mən diplom mərdudum, ya diplom da almamışdım. O qədər dağa gedərdim, şuluqlu edərdim ki, gəlib imtihan da verməmişdim. Salı sevgimi nəzərdə, o zaman nəzəri, çıxdım məcəsədə. Bəli, getdim, Everest'ə getdim, bu müsafirət görmək mənə o qədər əngizə verdi ki, getdim, gəldim, Riştəm Tiraş Firez idi, dəmirçilər. Getdim, tərbiyyət bədəni oxudum. Və yenə də orada da bitirdim, tərbiyyət bədəni oxuyanda mən 3 term məşrut olmuşam, ta eləyə bilmişəm qutaram. 4 ildə, 6 ildə qutarmışam. Bəli, mənə çox cavab idi burada öyrəşdikləri. Ayət ötür Kuşafərdən mən bir daha bu Helen Mazlonun ki, rəvanşnas dərsimizdə vardı. Tozihim verdi. Bu mənim çox dərdimə dərb yaşamağımdır. Hər zaman gələrəm, zindəcanlığımda görürəm ki, dayanmışam, müraciə edirəm bu Helen Mazloğa. Helen Mazlo Mordində məhət yoldaşlarımızdan bilir, əlin qalxısın. Helen Mazlo. 2 nəfər mən gördüm.
Xahişən Helen Maslow, Abraham Maslow bir dənə rəvanşünassdır ki, nəzəriyyə verirdi və bu çox cavab nəzəriyyədir. Bir daha Helen çəkibdir, bunu 5 ya 6 qismətə bölübdür və 5 daha qismətə ki, əşası çox qüstərdədir və bu işarə edib ki, bir adam ki, istəyir müvəffəqiyyətə yetişər, xoşkufaya gərək bu niyazları bərtərəf olar. Olmasa olmayacaq. Bizdə də oxşada bilər o zatdan üstünə fəaliyyət edir. Bəli, vaqən rədd ola bilənməz. Yəni, fəqət bu cür deyim, vaqi olamaz, oxşada bilər. Bu, Aymazda buyurub ki, bu niyazhay əsası çox mühümdür. Xuraq, puşaq, məskən, tənəffüs ki, bunlar olmasa biz ölərik. Camiədir. Mənim öz nəzərimdir. Biz İranda özümüz bu əvvəl payədən üstə qalxanmamışıq. Bu əvvəl payədən üçün vaqən bunlar müşkülatdır ki, biz olanın hamımız varıq. Biz xuraq, puşaq çox gözəl cəhdilər yoldaşımız. 2-ci pillədə əmniyyətdir. Görürsünüz, əmniyyəti cani, mali, xanıvadə, bunlar çox mühümdür. Ki, gəlir, bu yoldaşlıqlar çox böyük niyazdır ki, camiə bizi qəbul edir və bizim də camiədə caigahımız vardır. İzzət-i nəfs, bu üç morid olmasa, heç vaxt izzət-i nəfs, etimad və nəfsə yetişə bilənməsiz və üstəki məvarətdəki yetişir, oca, qulliyə ki, çox bu nəzəriyyə bir böyük icadlar da tutublar, böyük rəvanşünasslar ki, bu deyib ki, mən demirəm, hamı gərək döyükdür olar. Mümkündür biri nəccardır, biri dəmirçidir, hər işində. Bəli, öz işindəki o icad işi görürsünüz, bir gözəl əmələ gəlir, nəqqaşıda, musiqidə. Bilirsiniz ki, siz bunun zindəcanından murur edin. Görür ki, bunları riayət edib də zindəcanlarında, tayin edə biliblər, bir işləri dünya səthində görsünlər. Bu dərsəti bu idi, mənə cavab idi. Mən o illərdə danışqahda əvvəl elim idi. Bir daha da mənim zindəcanımda bir cavab ittifak ölçür. Mən saata baxıram ki, izahə vaxtınızı tutmayır. Salı 85 ya 6 idi. Bədə ki, Everest'e getmişdim, mən eləyə bildim, o mərifin, yəni yəməyəndən Petroşimi Təbrizdə istihdam olar. Çox adamın büyün də arzusudur ki, Petroşimi Təbrizdə ki, hüquq məzayası yaxtıdır, istihdam olar. Bədə bir həftə gəl, ehraz, hoviyyət, hərizat qutuldu, mənə kartı vurud xurucu verdilər. İblağını da verdilər ki, Karmən Dumuri idarə, hamı kar geriz alır. Sizə lütf edib Karmən gəlmişdir, çox böyük iftixar edib. Kağızı verdilər ki, özünü Ay mühəndisi X-ə mərif elə. O Ay mühəndisi mənim kağızımı gördü, dedi, çox gözəl, qeydistəsən, sabahdan bəndənin ixtiyarındasan. Bunun bu sözü mənə bəqədri ağır idi ki, mən 3 saat istihdam Petroşimidəydim. Da getmədim mən bu idarəyə. Ya 11-də istihdam oldum, saat 2-də çıxdım, sabahdan getmədim. Bunun üstündə biz hacıdır ya, ağamla 6 ay danışmadıq. Dedi, cəmaat, irtibat, rüşvət, bunları verir ki, istihdam elə, sən istihdam edib də sən getmirsən işə. Dedi, vaqəm da dədənin dağdağasıdır ki, uşağa geçsin işə. Xulası getmədim, deyim, icazə versən, getməyim da. Dedi, yaxdır, getməyim. Mən onun gələnlisi gəldim, bu qeytərəm öz savadımca Mazloya rəbdi verəm. Vaqəən mənim dəğdəğələrimdir, niyazhay əsası ki, əsli var idi. Bizim bir köhnəyimiz var, istirdə sataq. Mən gəldim, buranı başladım, o kəm təcrübələrimlə düzəltdim. Bizlər də pulum var idi. Eləyə bildik ki, bunu cürlüyək 3 təbəqə. Bir təbəqəsi təbii mən bir il zəhmət çəkmişdim, mənə yetişəcəkdi. Bədən ki, mən bu evə sahib oldum, özümə dedim ki,
mənim həmsindilərimin mümkündür bu mövqeyyətləri yoxdur. Eləyə biləsən, gedəsən söydüyün qalsın. Ki, başladım, bu 14 dənə soğudun qalsın getmə. Siz görürsünüz, nə qədər mühüm idi. Zaman ki, bu poştvanəm yox idi, eləyəmirdim. Hər vaxt ağaclarından yaran idim. Məz ayında ki, mən yəni 5 ay gəlirəm bura, heç poştvanəm yox idi. Bəli, bu olandan sonra mümkün buna da bir il çox zəhmət çəkdim. Səhər çamı elə bir ki, işdən qeydəndə mən başımdan yapışıblar, soxublar Seyman Paşa adından çıxardıblar eşiyə. Mən də olanın işləyərdim, çünki pul yox idi, gərək özümdə işləyirdi. Ta eləyə bildim bu həman məskənə sahib olan, ürəyim zər rahat olsun. Ondan sonra başladıq, bir dənə Suuda getdim, Dərqalı bir timi Tehran. Mürəbbi getmişdim. Çünki bu timdə getmişdim, mənə çox etiraz edərlər ki, sən niyə gəlmirsən bu timlə getmə, bu tim Tehrandır. Bəli, orada da düzdür, gördülər ki, biz burada bu timdə nə qədər işlədik, ta bu tim müvəffəq olsun. Bu sözlərim mənə dəymişdi. İstirdim, bir dənə mavridə işarə edeyim. Saat 84-də orduya mən gedərdim, təmin eləmişdim. Dağdağım yox idi ki, orduda çıxan, çıxmayan. Bir yoldaşımla gedərdik, ona dedim ki, mümkündür mənə xət verələr bu 20 nəfərin içində. Bəli, çox narahat olmaram. Mənim səthim bu cəmidən yuxarıdır. Bu timdə caigahım yoxdur. Çünki şəxs təsmin tuturur. Mümkündür, məndən müşkülü var, məndən xoş gəlir, məndən xət verər. Bəli, ona qəş rahat dedim. Deyim, xət versə da əhəmiyyət yoxdur. Mənim səthim bu cəmidən yuxarıdır. Çünki xoşbəxtlərin timlərində intiqab olduq, getdik. Gəldim, mən salı 88-də Tim Tehran'a getdim, qeyddim, düzü Suud elədim, çox da büzürdüm, mərgün idilər mənim timdə olmağına. Çünki daha müvəffəq Suud verdik, qeyddim, hamısından da möhtərəf idi. Bəli, üçün bu mənə dəymişdi bulanın sözləri. Saat 89-da mən Təbrizdən bir dənə tim bağladım. Həzinələrin çoxunu özümüz zürlədik. Düzdür, bizim evimizin parkingi olmuşdu bu timin paygahı. Qəza, hər zatları orada bağladıq, qulluya Pobedan Suud elədik. Ki, bu Suud mənim səthimi apardı cinə də yuxarı. Çünki mən bu timdə sərpərəstlik elədim, qullu 9 nəfər məsuliyyəti məndən idi. Çünki biri ölsəydi, burada mən cavab qoydum. Timi qiyməsiz aparmışdıq, borcundan aparmışdıq. O işlər ki, görmüşdüm, mən kulda 9 nəfər 20 milyonunu aparıb gətirmişdim. Mümkün indi bir nəfər 20 milyonuna getmək. Və bir daha da çox müvəffəq Suud idi ki, həman bu şəhrimizdə yoldaşlarımız Aykul İpur, ya o birisilər, hamısı bu timdən bedonu təsir dərdir. Bu Suud bahis oldu ki, federasyon səhvində bir pillədə gedən. Çünki gördülər, onlar himayət edənsə, mən bu işi görə bilmirəm. Bu da deyim, bu Pobeda Suudunda mən beqədri yorulmuşdum ki, gəldim də istəmirdim kohnəvərdi edəyəm. Validənin fişarı məsuliyyət ki, o qədər yuxarı idi ki, mən istəmirdim də kohnəvərdi edəyəm. Düzü deyim, işlər də zəhvürlər, orduları deyim, mən istəmirdim. Ki, o zaman Ayın Şuayr, Rəis Federasyonu gəldi, yoldaşlarımızla deyir ki, bu timi də gəl bu timindən gəl, timi milli idi. Suudi qullayıb dağılda gedir. Bu əks. Ki, gəldik, bu Suuda da getdik, qeyddik. Orada mən yenə də gördüm ki, bu timdə mən əziyyət olurum. Səthi, amadəci, təcrübəli nəfərlər bir həmsan dəyəri mənim neçə dərsə müzaaf təvanım gedir, bunları support eləməkdən ötür. Və həman o sözü ki, saat 84-də yoldaşıma demişdim, istəyirdim onu da sabit eləyəm ki, mənim təvanım bu timlərdən yuxarıdırlar. Bu cür deyim, tim milli mən Təbrizdə, İranda yığışdırmışam. Zaman ki, görürlər. 12 nəfər gəlib Qullən Suudun hərdən bir namüvəffəqdir. Bir nəfər öz zibinə gəlir, gəlib daha Suud edib müvəffəqdir. Görürlər, tim milli bir mənidir da burada. Ki, bu rəvənd başladı saat 84-dən, saat 88-də mən Pobeda sərpərəstlik elədim. Saat 89-da Davula girib və o ildən timdən ayrıldım ki,
o tarixdən öyrənən Şəhdari Təbriz, mən də Karməni Şəhdarıyım. Xoşbəxtانه mənə çox gir verməzlər işə görə. Bir də sən hava sürürsən ki, vaqəən bunlar bir şəhrin təbii ki, mən 5 ay dayananı deyiləm. Mümkündür mən idarəyə getmirəm. Bu neçə 10 ildə dava getmişəm. Və də səy eləmişəm, bu da bir qismət vərzişi qismətdən bu Təbrizə yapışdırır. Və bu cür deyim, bu fəaliyyətdən çoxu yenə də qeyd edirəm bunlar ki, fəqət bəqadan ötürü idi ki, qala biləsən. Bu şəhərdə eləyə bilək, adımız qalsın. Bu Ruydakı ittifaq düşdü, biz yenə də müddəyik. İran Təbrizə mədiyundur. İran səthində bizim adımızdır ki, qaldı yenə də. Bu da bir növ bəqadır. Burada biz diri qalmağa həman istiraf pərçəmimiz yuxarıda qalsın ki, deyək, biz də qalırıq. Bir yoldaşım var idi, mümkün elə bu şəhərdə hamımızı tanıyasa, rəhimliyindir. Çox yaxın rəvabimiz var. Və bu ittifaqlarda da mən yoldaşlarıma mədiyunam. Həman o Hərəmi Mazluda görsəydiniz, yoldaşlıqlar çox mühümdür. Etimad və nəfsidə, təsmimgirdə, müşavirədə. Mənə o deyərdi ki, Rəhmanı çox çətinliklər gördü yaşamağında və sizdən də xahişim budur. Onun misalı bu cür idi, mən bizə də təğir verirəm. O mənə deyər ki, əzim, bazarda görmüşsünüz, çarxla barbərlər gedər, hamballar gedər. Deyər ki, hamballıq beləsən, vicdanı qarın olsun, yaxçı hamballıq elə. Deyər ki, daşqabı qəşəhrəklər, desinlər ki, qoyub o təmiz daşqabı sürən gəlsin, mənim üçün aparsın. Mütməyin o çox mühümdür. Dərs oxuyuruq, yaxçı oxuyuruq. Dağa gedirik, mən söyləymişəm ki, dağım dərşən, o həmişə deyirəm, bir dana millətin şəhərində olur. Mümkün mənə çox xətərat olubdur, 14 dana qullarının beton oksijen suudur. Vaqən eləyə bilər məğzi müxtəl eləsin. Mən istəmirəm ki, biçli suudular ki, qalarcı olsun. Bu suud büyündən səthi İranda biri başlasa, bu işi görsün, tamam imkanat və bu işi çox mühümdür. Məhsir gedilibdir, bir nəfər qabaqda gedibdir. 15 il çəkəcəkdir. Bu tamam imkanat ki, hərzək elə. Və onu da işarə edeyim. Mən bu yolda nəzək bir 45-50 nəfər yoldaş əldən vermişəm. Çox adamlar gəlibdir, Fransa bücür deyim, məhdi Punhəvərdidir. Yəni, alpinist vacı, alpinist ki, Punhəvərdə işarə edilir, Fransələr. Fransələr bu iftixarı kəsb edəyənməyibdir. Nəyə? 2-3 nəfərlər gəlib, qulluya 9, 12, 13-də fot ediblər. Bu qulluya fəqət bu dəyər ki, suud edəyəsən. Bu suudlarda işarə elədim. Mən hamlı qullular ki, 14 danadır və bu dana rekordudur. Mən bir seri fəaliyyət eləmişəm. Çünki məndən çox mühümdür. Bir dana tirim var, o da gərəkdəyə hədəfdir. Hər zadı yığmışam, ittilaat üçün bu nəminən yox edir ki, risk edəyəm və ya ağzımın xət edəyəm. Gərək o qədər diqqətin olar ki, gərək bir dana tirim var, o da gərəkdəyə hədəfdir. Mütməyin olduğu işlər imkan bəzirdir. Hər zadın yolu var və bu işi bir işə görə nə qədər zəhmət çəksən. Bir daha da misal ki, hamımızı eşitmişik. Bir nəfər gəlir, bu böyük filsuflardan Əflatun ərəsti bulan birindən istəxrid edilir, soruşur ki, bir morda görə, mən istəyirəm buna görə, buna yetişəm neyini. Bunlar da qudrətdə adamdır, elə orada başını basır suyun altına. İstixaf eləsin. Bir dəqiqə saxlayır, sonra bunu ki, ötürür, əvvəlin ki, bu çıxandan sonra şey neyiniyər, nəfəs təkərdir. Deyir, nəməniyə o qədər tələş edəsən, mütməyin ol ki, yetişəsən. Məqəd nəfəs səhmanı yazın vardı. Ölümdən qutulsan da. Vaqən mənə bu Punhəvərdi mümkündür, ölümdən qutulmaq idi. Həman mandıqaliyə çalışmaq idi ki, bu şəhərdə o, bizi varıq, bizi görürüz. Bəqiyə tələş eləmək idi. Və ahirdə
ümidvaram ki, mən buna mötəbirəm ki, biz orada yaşayırıq, bu torpağa mərkin olaq, gərək bir iş görək. Hətta əyilib bir dənə yerdən zibil götürmək də bu torpağa, bu şəhərə mərbuddur. Bu işi bu şəhərdə indi hamını deyəndə iftixar edirəm. Şəhəri bedonda gedək, şəhəri əvvəlinə. Mütməyin olsun ki, bu şəhərdə bunlara zəhmət çəkibdir. Həmin ki, fikir eləyək ki, biz də bu şəhərin mərdiyonu istəyirik, bu şəhərin qabağa getməyinə görə, bəqasına görə bir iş görək, çox mühüm bir məsələdir. Və axırda istədim bir daha da misal verirəm ki, və xahiş edəcəm, eləyə bilsə, düzdür, mənim bir dostum gəlibdir. Bu xanım bu illərimə bizimlə burada aşın olduq. Everest və Lotsa deyildi ki, eləyə bildilər xanımı Vibek. Adı Vibekdir, əhli Norvejdir və biz bunu mənə cavab idi. Şənbəsi Everestdə aşın olduq ki, və şahid edirik. Bu tarixədən 3 dənə həşizar suud edibdir və 3-4 dənə də həfizar bulunur ki, və bunun işinin qalarcısı haradadır? Mənim özümə cavabı bilir ki, bu gün də gəlib və bu adamlar çox örgəşməli adamdır. Salı 84-də biz getmişdik Everest suud eləyək. Everestin suudundan sonra, Everestin suudunu getmişdik. O cür xəbərlər var, zəlzələ oldu Everestdə ki, çoxlu adam, Everestdən fərqli bir məmləkətdir. Və bu xanım da gəlmişdi, o tarixdə Everest suuduna gəlmişdi. Bəli, bu UN ilə işləyir, sazmanlar ilə işləyir. O tarixdən hududu bir il yarım Nepalda qaldı və orada yetim uşaqlara mədrəsə cürləməkdən, yetişməkdən bir il idi oradaydı. Bir ildən sonra gəldi, Everest Lotsanı suud elədi. Mən şok Lotsan deyildim da siz İskandinavi məmləkət, sizə pulun çox moridi yoxdur. Digər deməz işarə edər ki, mənim çox pulum həzinə olur Nepalda bu uşaqlara görə. Ki, yetimdilər, çox cavablıqdır, dostları heyvanatdır, itlər, zətlər, heyvanları, qarlar yığırlar. Bunların dişlərinin mandıqarası buradadır. Buradan da qeyd edəcəkdir, getsin Sudana. Sudanda yenə də cəmaatı köməklə eləmək ki, bilmirəm, sözsüz çağırdıq, burada gələ dərhəddə 1 dəqiqə, 2 dəqiqədə xidmətdən dolar. Mən təşəkkür edirəm, bu rəhbərliyin siyahını və